Yakından uzaktan gelenler hakkınızı helal edin. Başsağlığı verin. Kesilmezse. 70 idi. Hakan da diyordu. Allah rahmet eylesin. Nerede rahmet eylesin? Hiç götürmür de bunu yer de götürür. Yer de kabul edemir bunu. Hoş geldiniz. Yedek yoldaşına da bir başsağlığı vereyim. Əməkdar artist Rafael İskəndərov Moskvada məhəllə filminin çəkildiyi ilin Nin mavzoleyinin qarşısında olub. Aktyor 22 il əvvəl canlandırdığı Qüdrət obrazını və Leninlə bağlı həmin kadrları xatırladıb. Tanınmış müğənni Vəfa Şərifova sosial media hesabında yeni görüntüləri izləyiciləri ilə bölüşüb. Həmin fotoları izləyicilərin marağına səbəb olub. Görüntülərə qısa zaman ərzində çox sayda bəyəni və şərh gəlib.